Bumbuz, nəmiş, soyuq bir səhər havası var. Həftənin ikinci yarısındayıq. Когда на других женщин и пытаюсь огородить. Bunun sözü bilmirəm, amma təxmini mənası ola bilsin ki, indi düşündüyüm bir şeydir. Təsdiqini də bilmirəm. От них мужа, а вдруг изменит. 41 yaşından gəlib etiraf. Мы с мужем шли к нашим отношениям более 20 лет. Наконец мы вместе уже 2 года. Родился ребенок, но муж patologический врун. Yalan demədən, danışa bilmədən, yalan danışmadan dayana bilməyən adamlar var. Yəqin ki, onlardandır. Ловила его на переписке с женщиной. Ему нравится внимание посторонних женщин. Он как бы самоутверждается, что он еще ничего. Ему 2 года. У меня страх, что он изменит и все разрушит. Простите, не смогу. Боюсь боли от предательства. Пытаюсь поймать его на измене или огородить от измен. Гадание на женщин. Далее слезы, истерики. Это нормально, как избавиться от этого. Его изменить не смогу. Он такой и останется оставаться. Həyata kimsə daxil eləmək, sənin partnyor kimi necə var olduğu göstərir. Daha sonra isə valideynlik girir işin içinə. Biraz da vəziyyətlər qarışır, mürəkkəbləşir. Həyatına kimsə almaq əksər insanlarda yaxşı kimi görünə bilsə də, yəni peşi sıra bu problemləri gətirir ki, qısqanclıq kimi məsələlər yaranır və insanı narahat edir. Həyatının digər sahələrində enerjisini bir növ xərcləyirsən də, enerji və bu işə. Çünki qarşı tərəfi bilmək olmaz. Səninlə bağlı da məsələ deyil, onunla bağlı məsələ olur çox zamanlar. Bu işlər xəyanətdir, qısqanclıqdır və həyatındakı adama sədaqət vəd eləməyən kimlənsə iş yapmaq da deyilənlərə görə elə bir dəyərlər var ki, yaxşı bir şey deyil. O ona sədaqətsizlik eləyirsə, sən biləndə o işi bir növ əlaqəvi kəsməlisən. Təxmini belə bir dəyər yükləyirlər qadınlara ki, ortaqları da ondan üz döndürməlidir. Normalda qadına qarşı sədaqətsizlik göstərdiyi zaman. Amma inanmıram ki, həmişə belə olsun. Çünki hamı eyni dəyər yüklənmir. O sadəcə bir qarşı cinsdən qadınlara olan bir nə deyim, xatırlatma deyim, nəsə belə bir şey kimi yüklənən bir şeydir.